Övladlığa götürmə ilə himayədar ailənin fərqi nədir? Himayədar ailəyə müavinət hansı məqsədlə verilir? Dövlət övladlığa götürülən uşaqların taleyi ilə maraqlanırmı? Himayədar ailə olmaq istəyənlərdə hansı mənəvi meyarlara baxılır? Asan TV-nin canlı efirində bu və digər suallar cavablandırılacaq. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayırıq. Qonağım Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla İş Departamentinin müdürü Cavid Şahmalıyevdir. Cavid müəllim, salam. Yenidən sizi Asan TV-nin studiyasında xoş gördük. Xoş gördük İlqar bəy. Mən də sizi salamlayıram. Cavid müəllim, cəmiyyətdə tez-tez belə suallar olur ki, himayədar ailə və övladlığa götürmə. Bunlar eynidirmi, yoxsa fərqlidirmi? Fərqlidirsə fərqləri nədir? İlqar bəy, belə deyək də, övladlığa götürmə hüquqi bir bağdır, ömürlükdür və orada uşaq ailənin varisi olur. Övladlığa götürmə. Bəli. Himayədar ailədə isə fəlsəfə başqadır. Biz burada himayədar ailə olmaq istəyən şəxsə deyirik ki, hansısa bir uşaq qayğıdan məhrum olub, gəl o öz ayaqları üstündə durana qədər və yaxud onu yenidən öz bioloji valideyninə qaytarana qədər sən ona dəstək ver, qayğını ver, sevgini ver. Burada uşağın identikliyi qorunmuş olur və uşaq himayədar ailədə olduğu müddətdə onun hüquq və mənafeyini Sosial Xidmətlər Agentliyi qorumuş olur. Amma övladlığa götürmədə biz onu təmin edə bilmirik. Çünki identiklik də dəyişir, bəzən uşağın atası, anası, adı da dəyişir, soyadını da dəyişdirirlər. Amma himayədar ailədə uşağın identikliyi toxunulmazdır. Yəni, himayədar ailə qayğı xidmətinin, institutunun yaranmasında da əsas məqsəd budur ki, qayğıdan məhrum olmuş uşaqlarımız, ana-ata himayəsindən məhrum olmuş uşaqlarımız ailə qayğısı görsünlər, həmən o sevgi mühitində, o istiliyi hiss-eləyə yaşamış olsunlar. Çünki siz bilirsiniz ki, himayədar ailə qayğı modeli Azərbaycanda da uşaq müdafiəsi kontekstində yeni mütərəqqi təcrübədən öyrənilmiş bir qayğı modelidir. Düzdür, biz özümüzdən yeni bir şey kəşf etmədik. Biz beynəlxalq təcrübəni araşdırmışıq bu istiqamətdə və əsasən Türkiyə Respublikasının təcrübəsi üzərində dayandıq və oradakı müvafiq nazirliyi ilə çox sıx əməkdaşlıq şəraitində Azərbaycanda bu qayğı sistemini həm hüquqi bazasını, həm idarəetmə panelini, həm onun deməli, elektronlaşdırılması istiqamətində tədbirlər gördük və çox sevindirici hallardan biri budur ki, düzdür, fərq olsa da fəlsəfəsində, amma idarə etməsində eynilik var. Yəni, hər ikisi alt sistem üzərindən elektron qaydada idarə olunur, hər ikisi asandır müraciət baxımından, notarial ərizə ilə şəxsi kabinetin hazır açılması ilə başlanılır. Hər ikisində uçot mərhələsi deməli, inteqrasiya üzərindən qurulub və ən əsası isə idarə etməsində mütərəqqi yanaşma qoyulub, case management yanaşması, hər ikisində var bu. Yəni, sosial işçilərin, psixoloqların, ailələrə səfərləri, təlimlərin keçirilməsi, uşaq və valideyn uyğunlaşması, bu çox önəmlidir də, adaptasiya, hansı uşaq hansı ailədə böyüyə bilər, hansı ailə hansı uşağın nazını çəkə bilər kimi adaptasiya məsələləri profesional heyət tərəfindən idarə olunur. Oxşarlıqlar budur, amma fəlsəfəsi fərqlidir. Mən bir də məsələni dəqiqləşdirim. Himayədar ailədə də uşağı, yəni həmin ailə götürür, özü ilə saxlayır, doğrudur? Bəli. 24/7 xidmətdir. 24/7, yəni, amma xidmət deyə bilmirik, dilimiz gəlmir xidmət deməyə, çünki ailədir də o da. Bu mənəvi bir məsələdir. Buna xidmət adlandırmaq olmaz, çox rəsmi qalır orada. Hə, rəsmiyyətə geçsək, bəli, himayədar ailə bir institusional qayğıdır, xidmət, daha doğrusu institusionallıqdan uzaq bir qayğıdır, ailə qayğısıdır, xidmət olaraq xidmətdir, amma biz ona elə himayədar ailə desək yaxşıdır. Qanunvericilikdə belədir, rəsmi tərəfləri bəli, belə səslənir, amma doğrudan da çox mənəvi bir məsələdir. Baxın, elə deyək, bizim müsahibəyə bir vətəndaşımız, izləyicimiz baxır, təsirlənir, elə deyir ki, mən bir uşağa öz ürəyimi açmaq istəyirəm. Agentlik həmin ailədə nəyə baxır, nəyə əsasən qərar verir ki, o uşağı ona verəcək, yoxsa yox? Həmin vətəndaşın evinə, gəlirinə, evinin kvadratına, təmirinə, yoxsa nəyə? Qısa cavab versəm, onlar var, amma biz əlbəttə ki, ailə daxili mühitə baxırıq. Bu qısa cavabdır. Amma yəni, İlqar bəy, belə deyək də, əlbəttə ki, gəlir də önəmlidir. Evin şəraiti də önəmlidir. Bunlar sadəcə keçid balıdır. Yəni, uçot məlumatlarıdır. Ki, biz
onlar vacibdir, onlar qanunvericilikdə, onlar qoyulub. Amma bu keçid balıdır. Biz nəyi görəcəyik? Biz orada valideynlik potensialını axtaracağıq. Biz orada təmənnasız sevgini axtaracağıq. Çünki sevginin ölçüsü ola bilməz axı himayədar ailədə. Məsələn, mən 500 manatlıq sevgi göstərəcəm. Məsələn, təsəvvür edin ki, müavinat əsaslı olsaydı bu xidmət, zaten müavinat da var. Əgər elə fikirlə gələn olsa, məsələn, deyək ki, 500 manat vermirsiniz, 500 manatlıq xidmət göstərirəm. 500 manatı keçdi mən xidmətimi. Amma bu belə deyil. Burada təmənnasız sevgi şərtdir. Yəni, o valideynlik potensialı, onun bələdçilik uşağa. Biz elə bil ki, uşaqlara orada sahiblənəcək şəxs yox, bələdçilik eləyəcək, onlara gələcəyə hazırlaşdıracaq. Nə üçün himayədar ailə qayğı modeli aktuallaşdı Azərbaycan uşaq müdafiəsi istiqamətində? Ona görə ki, uşaqlar müəssisələrdə yox, ailə şəraitində, birəbir sevgi və qayğı əhatəsində böyüsünlər. Təbii ki, burada potensialı öyrənmək vacibdir. Yəni, bir hekayə kimi deyim, məsələn, tutaq ki, təsəvvür eləyin ki, bir zəngin bir ailədə uşaq qalır, amma axşam onunla birlikdə kitab oxuyan valideyn səbri yoxdur. Onunla birlikdə hansısa bir televiziyada film izləyəcək bir valideyn dəstəyi yoxdur. Qızıl qəfəs olacaq onun üçün. Amma düşünək ki, məsələn, bir orta və yaxud aşağı gəlirli bir ailədə bunların hamısı var. Həm uşağın fikirləri ilə, həm hissləri ilə, həm kəşfləri ilə hər şeyə əhatə eləyəcək bir ailə var. Amma maddi stabillik olduqca önəmlidir. Mən sizə sırf psixoloji araşdırma kontekstində deyim ki, maddi stabillik uşaqlara beyinlərinin inkişafındakı deməli istiqaməti dəyişir. Onlar artıq sağ qalmaq instinktindən inkişaf barəsində düşünürlər. Çünki bir dəfə deyilsə ki, məsələn, mən filan şeyi istəyirəm, dəstəklənməsə, 2 dəfə dəstəklənməsə valideyn tərəfindən uşaq artıq yəni inkişaf barəsində düşünməyəcək. Sadəcə sağ qalmaq barəsində düşünəcək ki, himayədar ailənin fəlsəfəsində bu yoxdur. Ona görə də, bəli, siz sualınızın cavabı olaraq gəlir tələbi var, olmalıdır. Ailənin özünün yaşayış minimumu səviyyəsində gəliri olmalıdır ki, ailə zaten müavinat verilir deyə ailə pulun dərdini çəkməsin. Uşağın təhsili, gündəlik qayğısı, geyim xərci, dövlət bunu öz üzərinə götürüb, sığortalayır ki, sən bunun qayğısını çəkməsən, uşağın qayğısını çək. Sadəcə ailə ol. Eynən, yəni ailə necədirsə elə də ol. Və bir sevindirici fakt bilirsiniz nədir? 78 uşaq indiyənə qədər himayədar ailəyə verilib və bu uşaqların bir sıra uşaqların deməli ziyarətlərində mən olmuşam, ailə ziyarətlərində və həmin o təmənnasız danışdığımız sevgini, həmin o istiliyi ailədə müşahidə etmək mümkündür. Onu, yəni o ailəyə girən hər kəs hiss edəcək və uşaqlarda beyinləri ona uyğun formalaşır, davranışları ona uyğun dəyişir. Çox gözəl xəbərdir. Yəni məsələn, təsəvvür eləyin ki, istilik insanın, məsələn, buzu necə əridir? Buzu istilik təsir edir, əridir. İstilik insanın xarakterini də o cür formalaşdıra bilər. Travmalarına da o cür dərman ola bilər. Yəni, sevgi və istilik ailədə təmin etmək üçün ən ideal, güvənli məkanda axı, orada biz onu təmin edə bilirik və himayədar ailənin də uğuru və bu cür tərif kimi də biz onun təşviqatını aparıq da hal-hazırda, düzdürmü? Bunun mənası da budur ki, heç bir uşaq arxada qalmasın, heç bir uşaq ailəsiz qalmasın. Çünki bilirsiniz, baxın, mən sizə bir məlumat verim. Bilirsiniz ki, uşaq hüquqları haqqında qanun da dəyişdi artıq. Yeni bir qanun qəbul olundu, ölkə rəhbərliyinin müvafiq fərmanı əsasında 15 aprel tarixində. Artıq o qanunda da uşaqların müdafiəsi, hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ayrıca bir bənd məhz uşaqların ailə qayğısı ilə onların üstün mənafeylərinin qorunması naminə bir vəzifəyə çevrilir artıq. Yəni, bu artıq bu günləri qanun səviyyəsində hər kəsin vəzifəsidir. Yəni, qurum olaraq Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq və o cümlədən bütün qurumlar və həmçinin vətəndaş, çünki qanun hər kəs üçün qanundur. Təbii ki, biz Ailə Məcəlləsində 2023-cü ildə bu dəyişikliklər olmuşdu, bu xidmət yaranmışdı, amma artıq indi rıçaqlar çoxaldı. Yəni, yeni qanundan uşağın üstün mənafeyi anlayışı gəldi ki, uşağın da ən üstün mənafeyi haradır? Təbii ki, ailə. Öz doğma bioloji ailəsi olması şərt deyil. Öz doğma ata-anasının olması şərt deyil. Şərt orada ailə mühiti və sevgi, təmənnasız sevgidir ki, biz onu artıq vurğulamış olduq. Siz himayədar ailəyə verilən müavinətləri xatırlatdınız. Bəli, dövlət həmin şəxslərə, həmin ailəyə
ödəniş eləyir. Məbləğini əvvəla soruşum sizdən, mümkünsə məbləğini deyərdiniz. Bir uşağa görə müavinət məbləği nə qədər? Müavinətlər deməli sağlam uşaqlara nisbətdə, tipik uşaqlara nisbətdə 355-395 manat arası dəyişir. Amma uşağın əlilliyi varsa, orada artıq əlilliyin dərəcəsinə görə 500 və 650 manat arası bu aylıq müavinətlərdir. Bundan əlavə rüblük müavinətlər də var. Buna biz geyim xərcləri deyirik. Mövsümi geyim xərclərinin qarşılanması. Geyim xərcləri isə rüblük 200 manatdır. Bu ildə 4 dəfə? İldə 4 rübdə 200 manat da əlavə olaraq bu ödənişləri verilir ki, uşaqların geyim və ayaqqabı xərcləri mövsümi olaraq qarşılanmış olsun. Cavab müəllim, baxın, bəzi insanlar belə də iddia eləyirlər, bəzən belə düşüncələr olur ki, dövlət o pulu verir ki, uşağa bax. Amma məncə belə deyil. Bu müavinətin məqsədi nədir? Elə sizdən istəyərdik eşidək. Açıq danışaq İlqar bəy, bu ailəyə qazanc məqsədindən verilməyib də. Yəni ailənin özünün gəliri olmalıdır. Bu məbləğin, müavinatın məqsədi budur ki, uşağın təhsil, geyim, qida xərclərini qarşılasın. Yəni burada ailə qazana bilməyəcək də. Kimsə məsələn himayədar ailə müavinatı üzərindən özünə həyat qura bilməz. Bu məqsədi bundan ibarət deyil. Sadəcə burada qayğılanmasın ailə götürəcəyi uşaq barəsində. Baxa biləcəmmi, baxa bilməyəcəmmi? Psixoloji məqam var burada, baryer var da. Məsələn, bəzi insanlar o mərhəmət testindən keçirlər. Himayədar ailə axı evi kiminsə uşağının qapısını açmaq bir mərhəmət testidir. Hər kəs onu bacarmır, düzdür? Amma gəlirlər bu dəfə maddiyyat testində fikirləşirlər ki, birdən götürərəm başqasının uşağıdır da, dövlət mənə etibar eləyib verər. Birdən onun ehtiyaclarını qarşılaya bilər. Bu yerdə artıq müavinat işə düşür. Və dövlət də bunu üzərinə götürür ki, mən müavinatı verib onu sığortalayıram. Sənin sığortalamağa olduğun hissə ev şəraitində o evdəki mühiti formalaşdırmaqdır. Hansı ki, mənəvi, stabil, maddi olaraq o elə bir mühit yaransın ki, orada uşaq onsuz da travma ilə gəlir. Bilirsiniz, yəni, biraz da açıq danışsaq, yəni bu müavinata görə heç kəs uşağın nazını çəkməz, bildiniz necə? Yəni, bu başqa bir şeydir. Yəni, 355-395 manat arası sağlam uşağa görə müavinat olsun. Bu müavinatın azlığı, çoxluğundan məsələ deyil. Amma uşağın nazını çəkmək, uşağı gecə vaxtı qızdırması olanda, su istəyəndə durub şirin yuxudan ona su gətirmək müavinatı bağlı ola bilməz. Bu, sevginin təmənnasızlığına bağlıdır. Biz onu ölçürük. Təmənnasız sevgini ölçmək özü bir bacarıq olmalıdır, özü bir peşəkar, profesional yanaşma olmalıdır. Müavinət uşağın cari bugünkü Azərbaycan reallıqlarında cari xərclərinin ödənməsi üçündür. Yəni, məsələ əslində burada formalaşıb da. Yəni o nazı çəkmək məsələsi var ki, bax, o mərhəmət testidir məncə. Kim özünə hazır hiss eləyirsə, gəlir müraciət eləyir. Məsələn, bu 78 ailə, yəni o 50-yə yaxın ailədir də, 78 uşağı öz himayədar ailəsinə götürən. Mən bu insanlara, indi əgər bizə qulaq asırlarsa, əslində dünən də ictimai dinləmədə də gəlmişdilər bəzi, bizim bir ictimai dinləməmiz vardı himayədar ailə mövzusunda Sabunçu rayonunda. Orada da bir himayədar, çox sevindim onları o görməkdən, o ictimai dinləmədə. Niyə? Çünki vizual olaraq hər kəs görür ki, artıq himayədar ailədir və plus da gəlib ki, özünü nümunə olaraq digərlərinə göstərsin. Yəni, mən onlara bir həqiqətən də üstün mövqedi görürəm. Çünki onlar o deməli, məsuliyyəti və həm də o mənəviyyatı elə bil ki, o testindən keçdilər artıq. Və çox da gözəl bir ailə qruplar uşaqlarımız üçün və o uşaqlar inşallah nə vaxtsa ailələrinə də qayıda bilərlər, 18 yaşına da çata bilərlər, hətta o ailələrə övladlığa da verilə bilərlər gələcəkdə. Amma o uşaqlar artıq yəni, o bələdçi tapdılar həyatlarında. Əllərindən tutub irəli apara biləcək. Qorxuları olanda qorxma deyə biləcək, mən buradayam, yanındayam, arxandayam. Bir dizi yıxılıb dizi məsələn, o dünənki ailədə məsələn uşaqlar çox balacaydı, hardasa 7, 6, 5 yaş belə olardılar, 2 uşağı idi. Yəni o uşaqların o dövrlərdir ki, onlar məsələn bəhanə ilə də belə haramsa ağrıyım deyə biləcək yaşdadılar ki, bax o fərqindəlik oradadır da artıq. Bunu himayədar ailə təmin eləyə bilər. Çünki 2 uşağa baxmaq hara, amma qrup qayğısında məsələn 30-40 uşağa eyni anda o sevgini vermək hara fərqlidir, tamamilə fərqlidir. Məncə sizin bu çıxışınız elə həm də o fikirlərə son qoyacaq ki, sözünüzlə gözəl qeyd etdiniz.
Bəzən bəzi insanlar düşünürdülər ki, bəzi ailələr ona görə himayədar ailə olurlar ki, onlar müavinət alır. Əslində belə deyil, bu tamamilə mənəvi bir məsələdir. Cavid müəllim. Amma burada bir üzr istəyən məsələ var. Şəffaf monitorinq sistemi var. İşimiz elə ailəni himayədar ailəyə verəndən sonra, yəni uşağı o ailəni uşağı ailəyə verəndən sonra başlayır da. Yəni ondan sonra monitorinqlər var. Ondan sonra yəni proseslər gedir. Yəni elə deyil ki, elə kimsə gəlsin necəsə sistemdən keçsin. Siz uşağı verdiniz, iş bitmir də yəqin bundan. Necə olur bundan sonra? Uşağın deyək sabah Allah uzaq eləsin, ailədə bir problem oldu və yaxud da hər hansısa bir çətinlik oldu. Siz sadəcə olaraq qapını döyüb yoxluyursunuz, yoxsa necə? Tərəfdaşıq biz və himayədar ailələrimizin də biz baxmayaraq ki, hüquqları, vəzifələri, hər bir şeyləri var və onlara çatdırırıq, bildiririk, müqavilə əsasında, bilirsiniz, formalaşır himayədar ailə müqaviləsi əsasında. Ailə də tərəfdaşdır bizdən, biz də ondan çiyin-çiyinə dayanmışıq. Sadəcə biz o prosesdə elə yerdə dayanırıq ki, ailəyə müdaxilə edirik kimi görsənməsin. Yəni kölgə dəstəyi kimi də, yəni davamlı monitorinqlər var. Monitorinqlərin məqsədi gedib ailədə yoxlama keçiririk, viziyaya gəlmiş anlamında daşımır. Bu tamamilə başqa. Bizim monitorinqimizin məqsədi budur ki, mesaj budur. Biz sizin yanınızdayıq ha. Uşağın xəstələnməsindən tutmuş, hər hansı bir çətinliyi olsa, bizlə birlikdə, əməkdaşlıq şəraitində biz də əlimizdən gələni eləyirik ki, o çətinlik himayədar ailənin üzərində qalmasın. Çünki axı onun hüquqi varisi deyil, onun yəni öhdəliyi ora qədər deyil. Bəli, o üzərinə düşən valideynlik vəzifələrini yerinə yetirməlidir, amma dövlət bu uşaqların sığortasıdır. Baxın, himayədar ailənin bu cürünə institusional o məcəllədə, hər bir yerdə təmin olması, formalaşması, vəzifələrin müəyyənləşdirilməsində əslində güvən verir ailələrə ki, gəlin. Çünki siz güvənli prosesdəsiniz və elə düşünməyin ki, məsələn, götürdüyü vəssalam daha bu uşaqla heç kim maraqlanmayacaq. Aylıq monitorinqlər var. Özdə ayda bir dəfə deyil. Gündəlik orada yəni təsəvvür edin ki, elə vəziyyətlər olur ki, bəlkə də gündəlik əlaqə, kommunikasiya xətti açıq olur. Çünki uşaqlar etibar eləyə biləcək şəxslər olmalıdır bizim ora gedib gələn mütəxəssislərimiz. Hər dərdlərini danışmalıdırlar. Düzdür ki, biz onları seçmə əsasında, məsələn, hansı uşağa hansı ailəyə verə bilərik, uşaqlar arasında yaş fərqi nə qədər olmalıdır, onlara qədər diqqətlə izləyirik. Amma onunla belə yenə də uşağın o qədər etibarlı münasibəti olmalıdır bizim əməkdaşlarla ki, dərdlərini rahat şəkildə danışa bilsinlər. Yəni, burada adaptasiya çətinlikləri olur. Bizə elə gəlməsin ki, elə uşağı verdik, rəqəm deyil, deyiş. Rəqəm formalaşdı, 78-ci uşaq da getdi himayədar ailəyə, amma hər bir rəqəm bizim üçün başlanan yeni bir hekayədir. Hər ağla gələn gəlməz hər cür məsələ çıxa bilir. Müsbət və yaxud da çətinliyə istiqamətdə. Təbii ki, burada ilk xidmətdir. Bizim yəni illər ərzində bu belə bir qayğımız olmuyor. Bizim üçün də yenidir. Biz də öyrənirik, biz də beynəlxalq təcrübəni araşdırırıq. Biz də əlaqəli şəkildə çalışırıq. Amma o nə qədər çətinlik olsa da dəyir. Çünki yekunda uşağımız qazanır da. Azərbaycanın o qayğıdan, ana-ata qayğısından, valideyn himayəsindən məhrum olmuş uşaqları qazanmış olur. Cavid müəllim, ailə olmaq təkcə ev olmaq deyil də, ev hamının evi ola bilər. Gərək o sevgini verə biləsən, gərək o bağı qura biləsən. Elə bu baxımdan soruşmaq istəyirəm. Siz həmin ailələrdə hansı ki, himayəyə uşaq götürmək istəyirlər və yaxud da övladlığa fərq etmir, həmin ailələrdə hansı mənəvi meyarlara baxırsınız? Elqar bəy, belə bir istifadə eləyim, biraz da onu sonra istəyirəm elə ətraflı şəkildə açım. Biz dövlət olaraq xidməti veririk, düzdür, bizim gücümüz buna çatır. Amma ailə uşağa aidiyyət hissini verir. Sən aidsən bu ailəyə, qorxma, harada istəyirsən bunu ürəklə de, sən bu ailənin bir üzvüsən. O aidiyyət hissini biz verə bilmərik ki, dövlət olaraq. Biz dövlət olaraq xidməti veririk. O ailəni tapırıq ki, o uşağa o aidiyyət hissini versin. Bir də sevgi deyirik, bu müsahibə boyu sevgi sözü istifadə edirik. Bu məcazi anlam deyil, metafizik anlamda deyil. Sevgi tibbi bir zərurətdir. Yəni bunu özümdən demirəm. Araşdırmalar göstərir ki, ailə sevgi görən uşaqların inkişafı, istər zehni inkişafı, istər kognitiv inkişafı, istər fiziki inkişafı, o ümum tipli institusional müəssisədə böyüyən uşaqların inkişafından qat-qat yuxarıdır. Yəni, sevgi deyirik, bəzən elə bilirlər ki, bizim işimiz belə də ancaq tərəfdən də məcazi sözlərindən danışmaqdır. Qətiyyən belə deyil. Ona görə deyirik biz sevgi əsaslı ailə, şərtsiz sevgi. Çünki sevgi tibbi zərurətdir. Sevgi xilas eləyir. Ən azından
sabitlik hissi verir, duyğunu yaradır, o duyğu formalaşmalıdır. Bu olduqca önəmlidir. Təmənnasız sevginin qarşılığına heç nə verə bilməz, heç bir müavinət verə bilməz. Yəni dostluqda da belədir. Bilirsiniz, aidiyyat hissi, indi bu bir psixoloji mövzudur da, mən ixtisasca psixoloq deyiləm, amma aidiyyat hissi məhz oradan qaynaqlanır da, bağlılıq hissindən irəli gəlir. Onu yaratmaq axı insandan üst zəka istəyir. Yəni insan nə qədər intellektual olmalıdır ki, ailəyə gələn yeni bir himayədar ailə kimi də, yəni travmalı bir uşağın travmalarını deməli o mərhəm olacaq qədər aidiyyat hissi yarada bilsin, güvəni verə bilsin, bu da keçər hissini verə bilsin. Bax, bu önəmli məsələdir. Dediyim kimi də bəzən dostlar da məsələn mənə deyirlər ki, o sevgi tərəfini çox danışırsan. Deyirəm, o sevgi deyil, o məsələ sevgi deyil ki, sevgi də o zərurətdir. O bir emosional, psixoloji zərurətdir. O da bir tibbi tərəfi var. O sosial və valla deyil. Yəni o işin içində işləyə, biz işin içindəyik deyə, o gündəlik o həyat hekayələri. Məsələn, bəlkə də məsələn 78 deyirəm, siz özünüzdə qeyd edirsiniz. Rəqəm deyil də bu, bilirsiniz necə? Yəni o həyat hekayələri də orada. Çünki hər biri bir ömür yoludur. Yəni bu dövlət protokollarından istənilən hüquqi normativlərdən üstün bir məsələdir də. Yəni onu aidiyyat hissini yaşaya bilməsi uşağın və bu bağlılıq yaradır, bu güvən yaradır, bu inanc formalaşdırır uşaqlarda. Çünki bilirsiniz, məsələn bir uşaq əgər zamanında o sevgini görsə, o sevgini göstərə biləcək. Yəni himayədar ailədə böyüyən uşaq gələcəkdə ailə quracaq, uşaq dünyaya gətirəcək, qorxmadan. Buna inanıb çünki. O inanıb ki, bir ailədə böyüyən uşaq, ailə şərtlərində böyüyən uşaq doğrudan da ləyaqətli vətəndaş kimi formalaşmış olur. Çünki o aidiyyat hissi odur, bağlılıq hissidir. Dediyim kimi, bağlılıq hissinin formalaşması və o bağlılıq stabil olarsa, bu uşaqda aidiyyat hissi yaradır, öhdəlik hissi yaradır. Bugün indi bu mövzudan bir cəmiyyətə keçsək, məsələn, cəmiyyətdə yeniyetmələr arasında bəzən görürsünüz bu negativ hal kimi yarandı. Başlayırlar hər kəs yeniyetmələri, məsələn, yeni nəsli başlayırlar tənqid eləməyə. Əslində bunların hamısının qaynağı haradır? Yəni kökü haradır? Ailə, bağlar, məsələn, niyə görə bu qədər önəmlidir? Məsələn, biz indi müasir zamanədə biraz belə xeyir-şərdən geri qalmışıq. Amma məsələn, o ailə ənənələri, ailə adətləri olmayanda, uşaq onu görməyəndə, onun dəyərini də bilmir. Gələcəkdə də ona əhəmiyyət vermir. Bax, himayədar ailədə o formalaşır. Ailənin sevinci, ailənin kədəri, ailənin yaxşı günü, ailənin pis günü, ona hörmət qoymaq, böyüyə hörmət qoymaq, kiçiyin yerini bilmək, böyük gələndə ona ehtiram göstərmək kimi məsələlər məhz ailədə formalaşır. Və himayədar ailə də bizim bildiyimiz ailələrdən biridir. Yəni, o sadəcə fərqləndirəndir əvvəlki birinci sualınızın cavabıdır ki, müvəqqətidir. Uşaq ayağının üstündə durana qədərdir və yaxud da uşaq öz bioloji valideyninə qaydana qədərdir. Bilirsiniz ki, bizim agentliyimiz tərəfindən də bir mənalı olaraq bütün uşaqların ilk növbədə öz bioloji valideynlərində qalması istiqamətində tədbirlər görülür. Yəni, məsələn, qapı bizdə bilirsiniz, gatekeeping mexanizmi var. Bu qapı döyüləndə, gətir uşağı götürək, belə məsələ yoxdur. Hər bir müraciət qəti şəkildə qiymətləndirilir. O yerdə ki, uşaq ailədə qala bilirsə, biz ailənin, yəni bioloji doğma atanı gücləndirərək sosial dəstək tədbirləri ilə gücləndirərək uşağı ailədə saxlaya biliriksə, o olacaq. O ailə inkişaf planı tutulacaq, uşaq ailədə dəstəklənəcək. Bugünə qədər də az uşaq ailədə saxlamamışıq. 920-dən çox uşaq bugün ailələrində dəstəklənilib. Bu da bilirsiniz nə deməkdir? Rəqəm deyil, bu dağılmamış ailə deməkdir, tam ailə deməkdir. Yəni, o böyük bəlalardan elə bir həmin ailə qurtardığında, yəni uşaq ailədə qaldısa bu artıq uğurdur, bu böyük uğurdur və bu zarafat deyil. Bundan da əlavə, bu yalnız son zərurət halında və mən bugün sevindirəm ki, həqiqətən də uşaq hüquqları haqqında qanunda da artıq uşağın üstün mənafeyi anlayışı əks olunmağa başladı. Bu anlayışın tərifi verildi. Bu çox önəmlidir. Uşağın üstün mənafeyi bizə əsas verir ki, hər bir halda, əgər son zərurət deyilsə, əgər uşağa qarşı həmin ailədə zorakılıq faktı yoxdursa, biz o uşağı o ailədə dəstəkləyək. Yəni, baxmayaraq ki, nə qədər himayədar ailənin qayğı modeli olaraq təşviq etsək də, övladlığa götürmə haqqında statistik rəqəmlər versək də, nə qədər bu işin gözəl qurulduğunu desək də, amma bizim dövlətimizin, agentliyimizin, nazirliyimizin ən böyük arzusu budur ki, uşaqlar öz doğma ailələrində böyüsünlər. Mən sizə bu vacib işinizdə uğurlar arzulayıram və
Vaxt ayırdığınıza görə minnətdaram sizə. Təşəkkür edirəm. İlqar bəy, mən də sizə təşəkkür edirəm. Və həm də bu efir və məhz bu gün himayədar ailə barəsində danışdıq. Mən demək istəyirəm ki, bizim qapımız dediyimiz, yəni elektron qapımızdan söhbət gedir də, hər kəsə açıqdır. Gəlin rəqəmləri yox, o uşaqlarımızın həyatlarını müsbətə doğrudan da dəyişmək üçün hər kəs öz töhfəsini versin. Təşəkkür edirəm, uğurlar arzulayıram. Mən təşəkkür edirəm. Belə, övladlığa götürmə, himayədar ailə, bu istiqamətdə dövlət dəstəyi barədə danışdıq. Studiyada mən idim, İlqar Mehmanoğlu, qonağım isə Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdürü Cavid Şahmalıyev idi. Sağ olun, sağlıqla qalın.